Salam, hörmətli üzüm həvəskarları. Kanalıma xoş gəlmisiniz deyirəm. Bugün avqustun 14-düdür və mən sizə bu videoda bağımda bitən avatarın iki növündən danışmaq istərdim. Gördüyünüz bu avatar qara rəngdə olan avatar kişmiş növüdür. ABŞ-ın seleksiyası olan kişmiş növüdür. Bu ilk məhsuludur. Geçen il bu meynəyə calaq vurmuştum. Bu ildə belə bir məhsul gətirib. Gilənin birini dərib spişka kutusu ilə müqavisəli sizə göstərmək istəyirəm. Özü salxımda bərk durur. Hərəm-hərəm qırılmır. Bəli, bax bu onun giləsidir. Kibrit kutusu ilə müqavisəli baxanda elə kibrit kutusu böyüklüyündə olan bir gilədir. Özü də bu növün gilələri bərk olur. Daşınma için yaxşıdır, əzilmirlər. Bax, indi parmaqlarımın arasında gördüyünüz kimi onu bölüb sizə nümayiş edirəm. ABŞ-ın seleksiyası olan avatar kişmişi. İndi isə keçib başqa bir meynədə sizə ağın göstərmək istəyirəm. Bəli, gördüyünüz bu salxım Kalugin'in seleksiyası olan ağ avatar deyilən bir növdür. Bunda da gilənin ucunda batığı vardı. Gilə böyüdüyü üçün o batıq bir balaca azalır. Lakin hələ də gördüyünüz kimi bilinir. Bax, bunlardır. Gilələr də elə avatarın gilələri uzunluğundadır. Bax, burada spişka kutusunu tuturam gilənin yanına. Spişka kutusu böyüklüyündə bir gilədir. Beləliklə, bax, gördüyünüz bu Kalugin'in seleksiyası olan ağ avatardır.